Fərid, Hı. 12 vuraq 7. Sən də vaxtı. Vuraq 5. Vuraq 8. Vuraq 2. Neçə eləyir? Altı min 720. Bəzən elə istedadlı uşaqlara rast gəlirsən ki, qeyri-adi yaddaşı, bacarığı, əməlləri ilə diqqət çəkir. Bərdə rayonunun Uğurbəyli kəndində yaşayan Fərid Səmədzadənin cəmi 5 yaşı var. O, qeyri-adi riyazi bacarıqları ilə hər kəsi təəccübləndirir. Mürəkkəb riyazi əməliyyatları heç bir hesablama cihazı olmadan asanlıqla həll edir. 15. Vuraq 12. Vuraq 9. Vuraq 6. Vuraq 8. Cavabımız nədir? Yedi 77.760. Fərid müəllim ailəsində dünyaya gəlib. Anası riyaziyyat müəlliməsi, atası isə fiziki tərbiyə fənnini tədris edir. Ailədə elmi mühitin olması azyaşlının riyaziyyata marağının erkən yaşlarından formalaşmasında mühüm rol oynayıb. Onun riyaziyyata olan istedadı 4 yaşında üzə çıxıb. Yaşıdları oyuncaqlarla oynadığı halda Fərid daha çox rəqəmlərlə maraqlanıb. Erkən yaşlarından toplama, çıxma, vurma, bölmə, mənfi ədədlər, kvadrat anlayışlarını özü mənimsəyib. Sonradansa bu bacarıqlar məqsədyönlü şəkildə inkişaf etdirilib. Hazırda 5 yaşlı gələcəyin riyaziyyatçısı qüvvətlər, kub, ən böyük ortaq bölən, ən kiçik ortaq bölən, tənliklər, faiz, kəsir, qalıqlar, qalıqlı bölmə və digər mövzularda sərbəst şəkildə məsələlər həll edir. Onun riyazi bilikləri əsasən 6-7-ci sinif, bəzi hallarda isə 8-11-ci sinif səviyyəsinə uyğun hesab olunur. 4 yaşından kəşf eləmişik belə olduğunu. 4 yaşında mənfi ədədlərin hesablanması, adi ədədləri, kvadrat, yəni belə bunları bilirdi. 5 yaşından artıq üst səviyyədə bilir. Qavraması tezdir, yəni. Tez götürür. Hətta belə deyək, faizdir. Kubu bir dəfə başa salmışıq. Yəni kvadratı bilir, kubu da bir dəfə başa salmışıq. Faizi qardaşına, qardaşı altda oxuyur. Faizi öyrədəndə qıraqdan, yəni qıraqda oyun oynadığı yerdə faizi eşidib, yəni faizi elə götürübdür. Məktəbə hazırlıq qrupuna gedən Fərid günün böyük hissəsini yazmaq, hesablamaq, rəqəmlərlə işləməklə keçirir. Valideynləri onun bu istedadının gələcəkdə də düzgün istiqamətdə inkişaf etməsi üçün riyaziyyat təmayüllü məktəbdə təhsil almasını istəyirlər. Qəhrəmanımız özü isə gələcəkdə həkim olmaq istədiyini deyir. Bəs böyüyəndə nə olasın Fərid? Hakim. Niyə? Nənəm xəstəlanır. Bərdə rayonunun Uğurbəyli kəndində yaşayan azyaşlı Fərid Səmədzadənin hekayəsi bir daha göstərir ki, istedad vaxtında üzə çıxarılıb, yönləndirilərsə, böyük uğurların əsası da elə bu an qoyula bilər. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Layiq Qələndərli, APA TV, Bərdə.